Nə demək istəyirsən? Vermirsən, get dövlətə, ver mənim məhkəməyə. Çox qurtardıq. Get ver mənim məhkəməyə, qurtardıq da. 5 illik gözlənti, yarımçıq bina və bitməyən vədlər. Sumqayıtda sakinlər MTK-dan şikayətçidirlər. Şəhərin 8-ci mikrorayon ərazisindəki mövcud Mirxəlil MTK-yə məxsus yaşayış binasından şikayət var. Sakinlər bildirir ki, nəqd və kredit formada yaşayış binasından pul verib ev aldıqları halda ancaq bina təhvil verilmir. Bina rəhbərliyi isə müxtəlif vədlər verərək onları aldatmaqda davam edir. Mirxəlil MTK-dan mənzil alan sakinlərin sözlərinə görə illərdir müxtəlif bəhanələrlə qarşılaşırlar. Onlar nə aldıqları mənzillərə köçə, nə də ödədikləri vəsaiti geri ala bilirlər. Bildirilir ki, bəzi ailələr əvvəlki evlərini sataraq bu binadan mənzil alıblar. Lakin tikintinin başa çatmaması səbəbindən uzun müddətdir kirayə mənzillərdə yaşamağa məcbur qalıblar. 2021-dən bəri, yəni neçə dəfə gəlib getmişik, ev yarımçıq qalıb, hələ də tikilmir. Səbəbini biz deyə bilmirik. Bu binada yaşayış var amma. Yaşayış bir 10-15 nəfər yaşayır. Kvartant və qalmağın dərdindən gəlib giriblər, yaşayırlar. Hər dəfə də gəlir, burada söz-söhbət olur, baş ağrısı olur. Elə 2 aydan sonra düzəldib verəcəm, 2 aydan sonra binanı düzəldib verəcəm, amma vermir. Günü bu günə kimi. Gah deyir imkan yoxdur, gah deyir bina sakinləri kreditlə verdiyim pulu vermir. Amma beləncə bir məntiqsiz bir fikirləri var da bunların. Ərazidə çəkiliş aparılan zaman bina sahibi Eldar Səfərovla narazı sakinlər arasında mübahisə yaşanıb. Şahidlərin sözlərinə görə sahibkar aqressiv davranaraq sakinlərə "hara istəyirsiniz, şikayət edin" ifadəsini işlədib. Bununla yanaşı Eldar Səfərov Xəzər xəbəri açıqlamasında binanın tikintisinin bu ilin sonunadək başa çatdırılaraq sakinlərə təhvil veriləcəyini bildirib. Get də onun yanına. Nə deyə bilərsiniz? Xahiş edirəm, mümkünsə suallara cavab verin də. Burada elə bir kino çəkirlər. Müəllim, çox xahiş edirəm, mümkünsə suallarımıza cavab verin də. Bu bina 5 il bundan qabaq təhvil verilməli idi. Niyə təhvil verilmir bina? Mən göndərmişəm ki, göndər mənim üstümə bunları. Bir dənə cavab verin də, zəhmət olmasa. Bu bina nə vaxt təhvil veriləcək? Verdiyimi vermişəm. Yox, bu bina nə vaxt təhvil veriləcək? Bina dedikdən ki, ilin axırına. Bu ilin axırına təhvil veriləcək. Bəli. Bəs burada problem nədir bəs belə uzanmaqda? Problem odur ki, tamam pulunu ödəmir. Ödəniş eləmirlər. Ödəniş versinlər tikimdə. Mən də deyirəm, ilin axırına kimi bu bina hazır olacaq. Sentyabrda. Sentyabrda. Yox, indi ilin axırına Sentyabrda tikiləcək. gedəcək mart ayında. Hə. İlin axırı. Get məhkəmə var, dövlət var. Get dövlətə müraciət et. Sakinlər isə bu dəfə verilən vədin yerinə yetiriləcəyinə ümid etdiklərini, əks halda aidiyyəti dövlət qurumlarına və məhkəməyə müraciətlərini davam etdirəcəklərini bildiriblər. Nizami Rəsulov, Yusif Kərimli, Xəzər xəbər.